Herkesi salamlayıram. Belə bir Tvbox gətiriblər. H96 Max. 2 GB RAM, 16 GB yaddaş. Prosesör S95W2 Amlogic. Android 11. Problemi odur ki, Wi-Fi-ya qoşulur, amma məhdud internet yazılır. Yəni ki, Wi-Fi problemi var. Mən bunu zavod ayarlarına qaytardım, sıfırladım, amma problem yenə də qaldı. İndi biz bunun yazılımını, proqram versiyasını dəyişək. İnşallah problem aradan qaldırılacaq. Bunun üçün bizə nə lazımdır? Təbii ki, Tvbox. Belə bir USB kabel, USB-A hər iki tərəfi. Bir ədəd notebook, yazılım proqramı və yazılımın özü, proşivkanın özü. Deməli, bunun üçün nə edirik? Amlogic Burning Tool proqramını aktiv edirik. Proqram açıldıqdan sonra heç bir ayarlara toxunmuruq, dəyişiklik eləmirik. Yazılımı seçirik. Onu da deyim ki, bu Tvbox'ta Amlogic S905W2 bu Tvbox için Slimbox ATV Android TV 11 proşivkası var, yazılımı var. Çok stabil, çok fonksiyonlu bir yazılımdır bu. Bundan önceki videoda X98 Plus aparatında demiştim ki o yazılımı yazıp yeni video çekerəm, ama X98 Plus artık satıldı. O Tvbox'a video çəkə bilməyəcəm. Həmin yazılımı bu Tvbox'ta inşallah göstərəcəm. İlkin olarak biz ne inirik? Kompüterin USB girişine kabelimizi takarıq. Sonra burada startı vururuq. Tvbox'umuzda USB, bu mavi renk, göy renkli olan USB girişine kabelin diğer tarafını. Aha, gördüğünüz gibi kompüter Tvbox'u gördü. Aha, yazılım gitti. Hardasa 3-5 dəqiqə ərzində bu yazılım Tvbox'umuza yazılacaq.
Onu da qeyd edeyim ki, bu yazılım proqramını internetten yükləyə bilərsiniz. Slimbox proşifkasını Slimbox'un rəsmi səhifəsindən yükləyə bilərsiniz. Təbii ki, Tvbox'ların proqram versiyasının yenilənməsi və yaxud da ki, bu Tvbox'dakı kimi problemlərin aradan qaldırılması üçün bu belə bir yazılım edirik, amma bunun da müəyyən qədər riskli tərəfləri var. Əgər uyğun olmayan bir yazılım yazılsa, Tvbox açılmayacaq. Onu əvvəlki işlək vəziyyətə qaytarmaq daha çətin bir proses olur. Yəni, kimin anlayışı, məlumatı yoxdursa, belə bir Tvbox'u belə bir proşifka yazmaq məsləhət görmürəm. Yazılım yazmamışdan qabaq təbii ki, informasiya almaq lazımdır kifayət qədər. Həmin Tvbox haqqında, həmin proşifkası haqqında, uyğun olub olmadığı haqqında, həmin RAM və yaddaşa, həmin prosesora, Tvbox'da quraşdırılmış Wi-Fi modula görə və bir çox digər şeylərə görə yazılımlar fərqlənir. Təbii ki, bunu göstərirəm. Kim əgər özü eləmək istəsə, yazılımı dəyişmək istəsə, təbii ki, həmin adam özü məsuliyyət daşıyır. Yenə də bildirirəm ki, məlumatı olmadan, dəqiq bilmədən belə bir iş görmək məsləhət deyil. Yazılım yazılır. 3 dəqiqə artıq 84-85% yazılım gedib. Deməli, Tvbox'u, kompüterin Tvbox'u görməsi üçün təbii ki, driverlər qurulmalıdır. Driverlər həmin Tvbox üçün notebook'a, kompüterə quraşdırılmasa, təbii ki, notebook bu Tvbox'u görməyəcək və proses girməyəcək. İnşallah yazılım uğurla yekunlaşar. Sonra biz televizora qoşub baxarıq, inşallah problem, Wi-Fi problemi aradan götürüldü, yoxsa qaldı. Mən inşallah ümid edirəm ki, bu yazılımla problem aradan götürüləcək. Həmçinin də yazılımı Tvbox'un yenilənəcək. Sonuncu Slimbox Android TV versiyasına. Gördüğünüz kimi uğurla nəticələndi. İlkin olaraq biz buradan stop edirik. Sonra Tvbox'umuzu üzbirən ayırırıq. İndi Tvbox'umuzu televizora qoşaq, görək nə göstərir. Tvbox'u televizora qoşdum. Slimbox TV logosu gəldi. Yazılım yazandan sonra ilk açılış bir qədər gec açılır. Yəni ki, bu normal haldır. Buna görə narahat olmaq lazım deyil. Biraz gözləyək.
Ümumiyyətlə Slimbox TV yazılımı çox stabil işləyir. Demək olar ki, aparatın gücünü 2 qat artırır. Bilirik ki, TV-Boxlarda prosesor, RAM, video prosesor önəmlidir təbii ki. Amma yazılım da daha çox önəmlidir. Əgər prosesoru güclü, RAM-ı 4 və ya daha yüksək olmasına baxmayaraq yazılımda problem olduqda həmin sistem heç bir işə yaramır. İndi gördüyümüz kimi ilk menyusu açıldı. Dili seçək. Kifayət qədər burada dil dəstəyi var. Amma bu proşifka rus dilində daha dəqiq göstərilib. Türk dilində də seçmək mümkündür. Amma Türk dilində tərcümə tam deyil. Orada ingiliscədə sözlər var. Bəzi bölmələr ingiliscə qalır. Rus dilini seçək. Orada Vontar X2 görürsünüz yazılıb. Ola bilər kimlərsə diqqət yetirər. Yəni bu TV-Box-a Vontar X2 W2 üçün olan həmin o Slimbox yazılımını yazıram. Sistem hər iki TV-Box-da eyni olduğuna görə heç bir problem olmur. Wi-Fi-yə qoşulaq. Bizdə əsas buradakı problem Wi-Fi-yə qoşulub Wi-Fi-ın normal işləməsini diqqət yetirmək lazımdır. Bizdəki problem əsasən buydu ki, Wi-Fi-yə qoşulub problemsiz işləsə, deməli problem aradan qaldırılmış olacaq. Yəni gördüyümüz kimi qoşuldu Wi-Fi-yə. Təbii ki, əvvəlki vəziyyətində də Wi-Fi-yə qoşulurdu, amma məhdud Wi-Fi yazırdı. Buradan Google account-a daxil olmaq, mən daxil olmayacağım, keçək. Burada qəbul edək. Android TV adlandırır. Bəli, gördüyünüz kimi Slimbox problemsiz şəkildə quruldu. Buradan da görürük ki 1140 Slimbox ATV. Burada Slimbox proşifkada Android ayarlarından əlavə Nastroyki Slimbox. Slimbox'un öz ayarları var, görürsünüz. Burada interfeysdə istənilən dəyişiklikləri edə bilərik. Şriftləri dəyişmək, animasiyanı, temanın rənglərini, açılış videosu, sonra bu açılış videosunun animasiyası, logonu,
ikonkaların rənglərini, formalarını, launcherdə görünən ikonları, kursor, bu mouse'un kursoru formasını buradan gördüğünüz kimi istədiyimizi seçə bilərik. Mən bunları daha geniş göstərmirəm çünki video çox uzun olur. Ama gördüğünüz gibi biz bir nümunə göstərim. Boot video, buradan istədiyimizi seçirik. Açılanda o boot videoda açılır. Animasiyaları buradan değişə bilərik. Google TV, Android TV bu tipdə animasiya, logosu istədiyimizi seçə bilirik. Yəni bu proşifka yazılım çox maraqlı. Yani çok sade, minimalist değil. Bir müddet istifadə etdikdən sonra insan istəyir ki, nələrsə değişsin və bu yazılım buna imkan verir. Mesela burada çok güzel bir bölme var. Biz bura başka bir launcher yükləsək, bura giririk, həmin launcheri değişirik ve bir daha problem yaranmadan yeni launcherdə istifadə edirik. Səsli axtarışda həm Google Assistant var, buradan görürük, həm də U-Search var. Hər ikisi də biri Yugos firması var, TV Box. Onların axtarış sistemi, o birisi rəsmi Google'un axtarışı. Məsələn, buradan seçimlər edirik. Proqramlar yüklənəndən sonra hansı proqramlarda səsli axtarış olsun, olmasın. Həmçinin bunda root var, rootu dəstəkləyir. Yəni bəzi dəyişiklikləri root vasitəsilə eləyə bilirik. Belə. Yəni digər Bluetooth standartlara, akkaunta daxil olmaq, Android ayarlarını göstərmirəm çünki əvvəlki videoda göstərmişəm. Oradan baxa bilərsiniz. Demək olar ki, Android TV sistemlər, ayarlar hamısında eyni. Burada belə bir enerji üçün bölmə var. Burada yandırıb söndürmə knopkası düyməsini ya yuxu rejiminə ya bir dəfəlik söndürməyə qoya bilərsiniz. Məsələn, yuxu rejiminə qoyduqda yandırma söndürmə düyməsini söndürürük. Tam sönmür. Yenidən basıqda əvvəlki ekrana qısa müddətdə qayıdır. Yəni bu qədər. İnterfeys görürsünüz, quraşdırılmış, müəyyən qədər quraşdırılmış proqramlar. Həmin bu Slimbox yazılımda gəlir. Kim istəməsə, təbii ki, istəmədiyimiz hər hansı bir proqramı silmək mümkündür. Yəni bu yazılım hər bir şeyə imkan verir. Bu ikonların yerlərini dəyişmək, belə bir formada istədiyimiz yerə aparırıq, yerləşdiririk. Sonra burada bu ana ekranın istədiyimiz o proqramı ora yerləşdiririk. Oradan bizə məlumatlar verir, təkliflər verir. Belə, yuxarıda gördüyümüz burada arxa fonu təmizləyir. Burada fon rəngini, fon şəklini dəyişdirə bilirik. Kimə hansı. Hətta burada özümüzün də başqa bir fon şəkildə ora yerləşdirə bilərik. Telefonla çəkilmiş və yaxud da ki, hər hansı bir şəkil arxa fona yerləşdirə bilirik. Buradan da personajlardan yerləşdirə bilərik. Buradan quraşdırma edirik. Təbii ki, bizdən root dəstəyi istəyəcək. Buna icazə veririk. Və indi görürük ki, bəli, arxadakı fon dəyişdi və daha maraqlı oldu.
Kim əgər istəyirsə mənə yazsın. Tvboxlarında proqram yenilənməsi istəyən və yaxud belə bir Slimbox proşifka yazılım yazmaq istəyən mənimlə əlaqə saxlaya bilər. Təbii ki, Tvbox'un dəstəkləyib dəstəkləməyəcəyini bildikdən sonra mən cavab verə bilərəm ki, ona yazıla bilər, yoxsa yox. Yəni kifayət qədər Tvbox'da yeniləndi, işləmə sürəti də artdı. Wi-Fi da görürük ki, deməli YouTube işləmirdi. Biz buradan bir video yoxlayaq. Heç açılmırdı YouTube. İndi gördüyünüz kimi problemsiz. Wi-Fi problemi də aradan qaldırıldı. Çox gözəl işlək vəziyyətdə. Bu Tvbox özü çox prosesoru, yaxşı prosesor olduğuna görə çox yaxşı işləyir. Yəni, belə bir prosesorda ən deyək ki, orta və aşağı belə deyək də, yəni mən bu prosesoru minimalni prosesor hesab edirəm. Yəni yaxşıların ən aşağıdan başlanğıc prosesoru. Yəni ki, minimalni bu prosesorda Tvbox almaq məsləhətdir. Amlogic S95W2. Bu bütün bizim tapşırıqlarımızı hal-hazırdakı vaxtda yerinə yetirir. 4K video yoxlayaq. Bir neçə saniyəlik. Təbii ki, YouTube bizə onunla bağlı problem olur. YouTube'da çox göstərikdə. Costa Rica 4K 60 FPS HDR açaq. Ona da qeyd edim ki, məndə internet 50 megabit internet, yəni çox yüksək sürətli internet deyil. Bunu görək. Bu bildirim ki, belə video 4K 60 FPS HDR yüksək görüntülü video sayılır. Ona görə bunu hər Tvbox bunun öhdəsindən gəlməz. Təbii ki, yazılımdan sonra buradakı problem aydındır. Buradakı problem odur ki, biz bunu yeniləməliyik. Həmin bu proqramı, SmartTube proqramını yeniləməliyik. Ona görə bax, aşağıda səhvi göstərir. Yenilənmə lazımdır. Ama gördüğümüz kimi 4K 60 FPS video. Buradan da görürsünüz. Hem de bu AV1 kodeki de destekləyir. Yeni kodekti bu. AV1 kodekini destekləyən Tvbox'larda YouTube videoları, yani sürəti çox da güclü olmayan, çox sürətli olmayan internetlə də həmin videoları açır. Yəni çox gözəl bir kodekdir bu. Belə. Hələ ki bu qədər. Kimin nə sualı varsa komentarlarda yazsın, abone olsun, hələ bir like qoysun. İnşallah
bu TV-Box-da sahibi üçün xeyirli olsun. Növbəti videoda görüşək.